100% təbii olan Fitanat limonadlarının baş sponsorluğu ilə Çağrı efirdə də əziz tamaşaçılar. Sizə də məsləhət görürəm. Bizim marketlərin hamısında demək olar ki, var. Alın, için, gözəl, ağız dadıdır. Həmçinin vitaminlərlə zəngin olan bu limonadlar demək olar ki, qatqısızdır. Demək olar ki, heç bir paraşok, konservant filan yoxdur. Əsasən də tutmalar şəklində hazırlanır və şəxsən gözümlə gördüyümdən ona görə də çox rahatlıqla mən özüm də bunu içirəm. Alın, için. Həm uşaqların sevimli içkisi olacaq, həm süfrənizin bəzəyi olacaq, həm də ki, vitamindir. Daxilə qəbul eləmək üçün yaxşıdır, sərinləşdirici içkidir. O ki, qaldı bizim telefonlarımıza 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Mən Herbaflora şirkətinin fitoklubları haqqında bir balaca məlumat vermək istəyirəm ki, fitoklublar fəaliyyət göstərir, biraz da fəaliyyətlərini artıq genişləndiriblər. Bu gün fitoklublarda artıq nəinki kokteyllər, bitki, çay dəmləmələri satılır, həmçinin də salatlar hazırlana bilir. Yəni, belə bizim mövzumuzla bağlı arıqlamaq istəyən, bədəndən şılaqları təmizləməyə istəyən insanlar gedib fitoklublarda xüsusi bir salatlar, kompleks vitaminlər və s. qəbul edə bilər. Bunun üçün də sadəcə olaraq getmək, istəmək lazımdır. Bir qədər o tənbəlliyi, o inersiyadan qurtulmaq lazımdır. O zaman görəcəksiniz ki, həm bədən sağlamlaşır, həm ruh təzələnir, həm də ki, gəzib görmək özü də bir yaxşı şeydir. Qaldı ki, telefonları xatırladıram 012-561-8501 012-561-8501 012-492-2346 və Bənövşə Yaşıl Aptekinin nömrəsi 012-492-2953. Bu üç nömrənin hər birinə zəng eləsəz, o zaman fitoklublarla əlaqə qura bilərsiniz. Həmçinin də elə dediyim kimi ailəvi olaraq gedib istirahət eləyə bilərsiniz. Belə ki, fitoklublarda nə sigaret çəkilir, nə bir spirtli içki qəbul olunur. Ailəvi olaraq gedib oturub, rahatlanıb, həm oranın ab-havası, həm dediyim kimi kokteyllər, oksigenli kokteyllər, müalicə vasitələri elə orada müalicəni yerində qəbul eləmək daha yaxşıdır. Bir də ki, peşəkar mütəxəssislərin məsləhətlərini dinləmək, peşəkar mütəxəssislərlə məsləhətləşmək şübhəsiz ki, çox gözəldir. Qaldı ki, Bənövşə Yaşıl Aptekinə də müraciət eləsəz, orada da fitoklub var. Həmçinin də orada həkimlərlə də məsləhətləşib lazımı müalicə vasitələrini düzgün qəbul eləyə bilərsiniz. Bizim telefonumuz 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Alo. Alo. Bəli. Salam, Siyas müəllim. Ələyküm salam. Xeyirli və uğurlu olsun. Keçmiş bayramlarınızda təbrik edirəm. Təşəkkür edirəm sizin də. Sizə sualım odur ki, uşağın 3 yaşı tamam olacaq. Onun boğazında grip olandan, öskürəkdən sonra bu qızartı qalır. Biz ev şəraitində ona nə edə bilərik ki? Aha. Sonra ikinci sualınız yoxdur ki? Çox xahiş edərdim. Bir qolda qara rəngdə ləkədir. O getdikcə yayılır və çoxalır. Biz nə edə bilərik? Qara rəngdə ləkədir. Bu Məlahət xanımın sahəsidir. İndi onu da deyərik inşallah. Bəli, çox sağ olun. Allah razı olsun. Təşəkkür edirəm. İkinci telefonu qəbul edək. Alo. Alo. Sualınız var Füzuli müəllim? Var idi, bəli, keçdi də. Alo. Alo. Salam. Əleyküm salam. Hər vaxtınız xeyir. Aqibətiniz xeyir olsun. Doktor, bir sualım var sizə. Buyuruz. Mənim oğlum 5 il bundan qabaq orxid xəstəliyi keçirdi. Aha. İndi onu bilmək istəyirəm ki, gələcəkdə onun evladı üçün ziyanı var, yoxdur. Aha. Gələcəkdə ziyanı var, yoxdur. Başqa bir sualınız yoxdur ki? Başqa bir sualım odur ki, mənim öz bədənimdə qara zigillər əmələ gəlir, xallar, ət xallar. Qara ət xallar əmələ gəlir. Füzuli müəllim, sualınız var? Yox. Quduz xanım, sualınız yoxdur ki? Təşəkkür edirəm, çox sağ olun. Aydın oldu. İndi suallarınızı cavablandırarıq. Birinci, Məlahət xanımdan başlayaq. Məlahət xanım, siz dediniz ki, bizim tamaşaçımız dedi ki, onda qara ləkələr var və bunlar artırlar. Buyuruz. Əlbəttə, qara ləkələr mütləq daxildən xəbər verir. Mütləq daxili yoxlanılmalıdır. Xaricdən isə ev şəraitində mən məsləhət görə bilərəm ki, məsələn, gerkulesi çoban yastığı dəmləməsində hər gün dəriyə çəksin, saxlasın və bir ağardıcı maskalar təklif elədim. Bunlardan da istifadə edə bilər. Amma kosmetoloji şəraitdə mütləq kimyəvi pilinglərdən, müxtəlif mezoterapiyadan, yəni inyeksiyalardan istifadə edə bilər. Yəni xanımda bu ləkələr tamamilə yox ola bilər. Hətta xüsusi lazerlər vasitəsilə bu ləkələr götürülür. Yəni kosmetoloji yerlərə, kosmetoloqlara müraciət eləmək lazımdır. Birbaşa ki, daha tez həll olunsun. Füzuli müəllim, buyurun.
Bir də dedi ki, 3 yaşı var uşaqda. Uşaqda qızartı boğazında qalıb qripdən sonra. Bəli. Deməli, bizim bu stomanginol preparatını götürür 50 qram və bu 50 qram da buna daxil edir qaynanmış su. Yəni, çünki bunun tərkibində az bir miqdarda spirt var, təxminən 18%. Və bunu durulaşdıran zaman, yəni bunun problemi olmur. Belə deyək ki, fəsadlı problemləri olmur. Və bunu, məsələn, əgər uşaq qarqara edə bilərmi, yoxsa edə bilməzmi? Yəqin ki, edə bilməz. Mən bilən 3 yaşı varsa edə bilməz. Əgər edə bilməsə, onda mən buna məsləhət görmürəm. Edə bilməsə, inqalyator aparatı ilə Tiasept çayı. Tiasept çayını istifadə edə bilər. İnqalyator əgər aparatı varsa, yoxdursa elə Tiasept çayını qurtum-qurtum daxilə də qəbul edə bilər. Yəni, problem yoxdur. Belə deyək ki, hər 15 dəqiqədən bir, 20 dəqiqədən bir qurtum Tiasept çayı içir. Yaxşı olar ki, həmin içən vaxtda heç bir yemək qəbul eləməsin. Bu da bir müalicənin bir növüdür, yəni bundan da istifadə edə bilər. Sonra o qara ləkələrə fikir mən də bunun çünki bu qara ləkələri biraz yoxlamaq lazım idi. Yəni ola bilər bu kosmetik ləkələr olmasın, ola bilər qaraciyər mənşəli bir ləkələr olsun. Məsələn, hamiləlikdə də bəzi vaxtlar qara ləkələr əmələ gəlir, sonra keçə bilir. Yəni melanin pigmentin pozulduğu zaman da qara ləkələr gəlib, sonra keçə bilir. Qaraciyəri mütləq yoxlatdırsın. Və bundan sonra qaraciyərdə problem varsa, yenə də qaraciyər üçün çaylarımız var bizim, yəni bizim verilişlərimiz ilə qulaq asın, həmişə qaraciyər üçün çoxlu reseptlər deyirik. Orxid xəstəliyi dedik, gələcəkdə cinsi yetişkənliyə mane ola bilərmi, yoxsa? Xeyr, mən bilən ki, mane olmamalıdır. Yəni, mən əgər xəstəlik müalicə alırsa, yəni müalicə prosesini tam bitirirsə, bu zaman heç bir problemi yoxdur. Bir də dedik ki, ət xalları var. Buyuruz, məsləhətiniz var. Sağ olun, oldu. Yox, şübhəsiz ki, Dulduz xanım da öz reseptini deyəcək. Sizin əgər bir məsləhətiniz var. Yenə də bax, ət biz niyə görə bu ət xalları ilə bağlı o qədər müraciət olunur ki, həddindən çox, yəni keçən dəfədə, o bir dəfədə verilişimizdə ət xalları ilə bağlı çox, insanlarda çox... Bu ət xalları ümumiyyətlə tipik olaraq, belə deyək ki, məsələn, Avropa dövlətlərində ət xalları bizim öz Azərbaycan milləti ilə, daha doğrusu insanları ilə müqayisə edəndə daha çox yayılır. Yəni, bu tipik olaraq o insanlarda daha çox çoxalır. Bunun əsas problemləri hardan başlayır? Birinci növbədə dəriyə düzgün qulluq etməməkdən başlayır. Yəni, bunu bütün kosmetoloqlarla da təsdiq edə bilər ki, dəriyə düzgün qulluq odur. Məsəl üçün, daimi olaraq günəş şüası qəbul edən insanlarda ət xalları çoxala bilir. Daimi olaraq maddələr mübadiləsində pozulan xəstələrdə ət xalların miqdarı çoxala bilir. Çoxlu yağlı yeməklər müntəzəm olaraq oturaq həyatı keçirdən insanlarda dəri xəstəliklə xallar çoxala bilir. Yəni bunlar dərinə elastik masaj, məsələn, masaj o deyil, masaj özü eləsin. Məsələn, idman hərəkətləri edən zaman ən yaxşı masaj adi idman hərəkətləri edən zaman dərinin masajı olur. Çünki dərinin məsamələri genişlənir və bu müntəzəm olaraq belə deyil, aktiv həyat keçirdənlərdə bunlar olmur. Bir də məsləhət görərdim ki, bu insanlar çoxlu cəfəri qəbul eləsinlər. Yəni, cəfəri çox qəbul edən zaman demək olar ki, bu həm qaraciyər özün təmizlənmə prosesi çox gedir. Bədən də şılaqlardan. Həm də şılaqlardan təmizlənir, həm də ət xallarından azad olur. Təşəkkür edirəm, çox sağ olun. Ulduz xan, buyuruz. Füzuli həkim çox düzgün dedi ki, ət xalları, elə biz dünən ümumiyyətlə danışdıq ki, yəni ki, bədən nədən bilək ki, artıq bədən dolub şılaqlarla, bunun da bir göstəricilərindən biri də elə ət xalların əmələ gəlməsidir. Artıq kimdəsə ləkələr, ət xalları azca da olsa meydana çıxıbsa, bu ondan xəbər verir ki, daxil artıq dolub. Yəni, xroniki xəstəlik bəlkə də hələ olmasa da, yəqin ki, həm də var. Bədən təmizlənməlidir, orqanizm təmizlənməlidir. Yəni, bura aiddir, qaraciyər təmizlənməlidir, bağırsaqlar təmizlənməlidir, böyrəklər, oynaqlar, limfalar, hamısı təmizlənməlidir. Elə son vaxtlar bu da demək olar ki, 40 yaşdan sonra ümumiyyətlə hamıda başlayır bu proses. Çünki heç kim özünə fikir vermir, heç kim təmizləmə işi aparmır və başlayır ət xalları. Böyüyəndən sonra da mütləq gərək cərrahi yolla onları azad eləsin. Amma vaxtında təmizlənməsə, ət xalları əmələ gəlməz, heç olmasa inkişafı dayanar. O balaca xallarda çöldən nəsə düzəltmək olar. Elə ona görə mən bu sistem üzrə bir təmizlik, məsələn, aparmışıq belə bir sistem, düzəltmişik. Biz ildə 2 dəfə var bizə müraciət edirlər, təmizlənmə işini aparırlar. Birincisi, bağırsaqların və qaraciyərin təmizlənməsi üçün eliksir. Bəli, eliksir veririk, 3 gün bunu qəbul edir. 3 günə bunlarda bağırsaq, qaraciyər, hətta 3 gün ərzində onlarda mədə üzərində şişkinliklər götürülür. Yəni, orada yığıntılar, su, nə varsa hamısı xaric olur. Təmizləmə işi görülür. 3 gündən sonra
Hər həftə bir dənə bitki yığımı veririk. Yəni, belə bu sistemlə bu Bəli, yığımları sistemlə hazırlamısınız da? 4 dənə bitki yığımı veririk. Hər bitki yığımı bir həftə görür. Birinci bitki qaraciyər. yığımı, bəli, qaraciyər üçün nəzərdə tutulub, qaraciyər öd yollarını təmizləyir, öd qovucu kimi fəaliyyət, həm də iltihabı götürür. Bir həftə bunu qəbul edir. İkinci həftə qəbul edir börəyə görə. Yəni, börəklərdə sidik qovucu kimi iltihabı götürür, börəyin iltihabını götürür, həm də börəkləri təmizləyir, təmizləməsinə gedir. Üçüncü yığım veririk, üçüncü həftə qəbul edir oynaqların təmizlənməsi. Yəni, bu oynaqlarda olan şişkinliyi götürür, söhbət müalicədən getmir, söhbət hələ təmizləmədən gedir, ona görə bir həftə bəs eləyir bunu. Dördüncü də verir, ən axırıncı, dördüncü həftə isə qəbul edir limfaların, damarların təmizlənməsi. Belə bir yığım veririk. Yəni, bu sistemi artıq siz qurmusunuz, yəni bunu Bəli, müraciət eləsələr, Bənövşə Yaşıl Cəmsi 4 Aptekinə. həftə, bir ay gedir, ildə 2 dəfə var, elə bizim, məsələn, həvəskarlarımız var, indi pasiyentlər, xəstə demirəm onlara. İldə 2 dəfə gəlirlər, bunları qəbul edirlər, özləri çox sağlam, gümrah hiss edirlər, yəni qiymətləri də ucuz, münasibdir. Və bundan istifadə etsələr, kimdə ət xalı varsa inkişaf dayanacaqdır. Qalan əlavələr, məsələn, dəmir otu veririk, bitkinin özü dəmləyirlər, həmin o balaca, kiçik ət xalların üzərinə qoyanda onlar da sorulur, gedir. Təşəkkür edirəm. Bu koagulyasiya yolu ilə də kosmetoloji şəraitdə çox bir asanlıqla, yəni bir yandırılır və aradan götürülür. Çox asan. Onun yeri ləkələri zadı qalmır ki? Heç bir ləkəsi qalmır, koagulyasiya yolu ilə götürülür. Yəni, əslində qalanda fikir versək, görürük ki, çox kök adamlarda, yəni şişkinlik artdıqca həmən o ət xalları da artmaqdadır. Bunun nəzərə alaraq, məsələn, heç arıq adamlarda demək olar ki, ət xallarına rast gəlməzsiniz. Və bir də deyirlər ki, tənəffüs yolları xəstəliklərində daha çox boyun nahiyələrində çox ət xalları əmələ gəlir. Bunu nəzərə alaraq həmən adamlar fikir versinlər ki, demək, əgər o ət xalları hansı nahiyələrdə əmələ gəlirsə, demək, bir qədər buna fikir versinlər, demək, tənəffüs yollarını müalicə eləsinlər, piylənmənin qarşısını alsınlar, maddələr mübadiləsi pozulğunun onun qarşısını alsınlar. Bunun üçün isə mövzumuza uyğun olaraq təmizlənmək lazımdır. Təmizlənmək isə başlayır birinci növbədə dünən dediyimiz kimi bağırsaqların təmizlənməsi, ondan sonra börəklərin təmizlənməsi, qaraciyərin təmizlənməsi, öd yollarının təmizlənməsi və sonda hətta burada dalaq məsələsi də var. Dalaq qan dövranında ən, belə deyək, şlakları, çirkləri qəbul edən bir orqandır ki, əslində qalanda elə o çirkli qandan ibarətdir dalaq, belə buraxanda. Bunun təmizlənməsi üçün nə eləmək lazımdır? Bunun təmizlənməsi üçün təpitmələr qoymaq lazımdır. Ən yaxşı üsullardan biri, məsələn, üzərliyi sirkədə dəmləmək və ondan sonra isə bu dalaq şişlərində də çox yaxşı nəticə verir. Təpitmə şəklində qoymaq. Məsələn, bunu təxminən 1 saat qoyub götürmək, bir neçə gün dalbadal etmək bu təmizlənmələ bərabər dalağın da fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Ümumiyyətlə, bədənimizdə artıq orqan demək olar ki, yoxdur. Bütün orqanlar lazımlıdır, amma o orqanların müəyyən bir hissəsi fəaliyyətini itirəndə mütləq digər orqana da nəticəsi pis olur. Bizim SMS-lərimiz olduqca çoxdur. Amma mən bir telefonları da qəbul edeyim, ondan sonra SMS-ləri oxuyayım. Alo. Alo. Bəli. Salam Fikrət müəllim. Aleyküm salam. Sizin hamınızı salamlayıram. Təşəkkür edirəm, buyurun. Mən deməli neyrodermit olmuşam təzəlikcə. Necə? Neyrodermit. Aha, neyrodermit olmuşsunuz, bəli. Və hal-hazırda müalicə alıram. Sadəcə hələ ki xeyrini görmürəm. Deməli, bağırsağımı təzəlikcə təmizləyiblər şlaklardan, sistem alıram, odur, budur. Amma bildiyim qədər mən özüm elə hiss edirəm ki, stressdən bu məndə oldu. Neyrodermit neçə vaxtı siz olmuşsunuz? 3 gündür. 3 gündə hiss edirsiniz. 2 gündə albada mən xarab edildim. Hətta bu temperaturaya qədər qalxıb, həkim bilərək özü istəmir ki... Xanım, bir dəqiqə qulaq asın, bizə qulaq asın, vaxtımızı nəzərə alın ki, bizim vaxtımız canlı efirdəyik. Füzuli müəllim soruşur ki, sizdə o bədəndə qarışqa yerişi kimi bir şey hiss olunur, yəni bədəndə, dəri altında, başda... Yox, yox. Yox, hiss olunur. Üzüm çatlayırdı, bundan başladı ki, üzüm çatlayırdı. Qaşınmalar var da bir də. Bəli, bəli. Səpkilər olurmu? Olur, çox. Aha. Və sizdə də temperatur da verir. Neyrodermitdə temperatur olmur. Yox, 2 gündən də lixaracisidir. 39-a qədər belə qalxır. Ondan sonra bu oldu. Temperaturdan sonra bu əmələ gəldi. Yox, yox. Birinci səpki oldu, səpki olar olmaz temperatura oldu. Aydın. Oldu. Aydın oldu. Təşəkkür edirəm. İkinci telefonu qəbul edək. Alo. Alo. Bəli. Salam. Aleyküm əssalam. Bu
Kosmetoloqa sualım. Biraz bərk danışın, zəhmət olmasa mikrofona danışın. Kosmetoloqa sualım var idi. Aha. Anamın 38 yaşı var, qaşları tökülür və bir xəstəmiz də var, 15 yaşı var. Üzündə tez-tez sızanaqlar əmələ gəlir. Onun üçün kosmetoloji müalicə dəyərdir. Aha, kosmetoloji müalicə soruşursunuz. Bir də qaşları tökülür, ananızın qaşları tökülür. Təşəkkür edirəm, çox sağ olun. Aydın oldu. Aydın oldu. Buyurun Füzul müəllim. Cənab, bu neyrodermit deyir, onu dəqiqləşdirmək lazımdır. Yəni, əslində dediyi temperatur məsələsi üçün uyğun deyil. Hə, deyil. Ona görə də yaxşı olar ki, onu bir dəqiqləşdirsin. Çünki temperatur olub, bəlkə də temperaturdan sonra fəsadlar ola bilir. Yəni, məsələn, temperatur olub, bəzi adamlarda dodaqların qıraqlarında səhmələr olur, qulağında səhmələr olur, səpkilər olur. Yəni, bu bir müddətdən də sonra bunlar keçə bilir. Yəni, ola bilər ki, neyrodermit olmasın. Biz neyrodermit reseptləri deyərik. Xeyri görməz danırsan. Yaxşıdır, bunu dəqiqləşdirək, inşallah sonra biz ona reseptlər deyərik. Təşəkkür edirəm. İkinci Məlahət xanım sizə aiddir, buyuruz. Xanımın 48 yaşı var dedim. Bəli. Qaşları tökülürsə mütləq vitamin qəbul eləsin. Yəni xaricə vitamin A və yenə gerçək yağı ərəsindən bir damcı. Məlahət xanım, üzr istəyirəm. Bəzən bu kleş deyirlər də, gənəciklər olur tük dibində. Bunlar bəzən olur ki, saçlar haçalanır, qaşların dibinə düşürlər və yaxud da ki, müəyyən bir nahiyyə düşürlər. Və o yeri başlayır, həm o yerdə tük ağarmağa başlayır elə bilirsən. Demodekozdur. Hə, belə bir şey olur. O tamamilə ayrı bir xəstəlikdən Biz bilmirik bu xanımda nədir, ona görə deyirəm. Bilmək olmaz, amma ki, əgər tökülürsə, mütləq vitamin yəni çatışmamazlığı da yəqin ki var. Əgər qaşınma verirsə, bəli, siz deyiniz kimi doğrudur. Və mən məsləhət görərdim ki, vitamin A, yenə gerçək yağı və sarımsaq yağı. Bunların qarışdırıb, eyni birin bir nisbətinə qarışdırıb, hər gün qaşlarına çəksin. Bir də məsləhət görərəm qarışqa yağı, əgər mümkündürsə tapa bilərək. Qarışqa tapa bilər ki, apteklərdə var, yəni yəqin ki, sizin aptekdə sizdə olar. Satılır, tapılır. Bax, o çox gözəl effekt verir. Təşəkkür edirəm. Ulduz xan, buyuruz. Qaş tökülməsinə aid bir resept də mən deyim. Şam ağacının yarpaqlarını yandırmaq lazımdır. Onun külün sürtəndə o da kömək eləyir. Qaşların görünür orada həm də mikrobları məhv eləyir. Ona görə göbələkdir, gənədir, nəsə kömək eləyir. Bundan istifadə edə bilər. Bir də bayaqki xanım dedi, səpkiləri var. Yəni o araşdırmalıdır. Əgər istəyirsə, yəni asan əlverişli üsul müraciət etsin bizdə yaşlı aptekdə, biz onu yoxlayaq. Onun bədənində bu saat hansı mikroblar var? Yəni nə dəyişikliklər var, hansı mikroblar var? Yəni gəlib bir müayinədən keçsin. Bizdə orada maqnit rezonans biorezonans müayinə var. Çox asan bir üsuldur, amma həmçinin də çox qurt varsa göstərəcək, sahəni. bəli, harada mikrob varsa, əsəb varsa, yəni orada dərəcələri göstərəndə biz artıq bilirik ki, bunda birinci yerdə əsəb durur və yaxud mikrob durur. Və ona uyğun da bitki yığımı verir. Çünki onda artıq temperatur da qalxıb. Nəsə orada qarışıq məsələdə mikrob məsələsi var. Aydın oldu. Xanım o zaman 492-29-53 nömrəsinə zəng vura bilər. Əgər tanımırsınızsa Bənövşə Yaşlı Aptekini, gedin orada biorezonans üsulu ilə müayinə aparın, dəqiqləşdirin tam nədir, ondan sonra isə müalicəni aparmaq olar. Biz isə qısa zaman fasiləsinə reklamlara ayrılırıq, çarədən ayrılmırıq.